Salam əziz dostlar, bugünkü videomuzda fill color və stroke color, yəni obyektimizin içinin rəngi və kənarının rəngindən danışacağıq, swatch pəncərəsindən danışacağıq. Gəlin ilk növbədə bir dairə çəkək. Dairə çəkək, fikir verirsinizsə dairəmizin move tool'u seçirəm. Dairəmizin içərisinin rəngi ağdır, stroke'unun rəngi qaradır, yəni konturunun rəngi qaradır. Biz obyektin daxilinin rəngini bir neçə yolla dəyişə bilərik. Ən birinci əlimizin altında olan double klik eləyirik. Rəng pəncərəsi açılır və biz buradan rəngi seçə bilərik. Açılmış pəncərəyə biraz nəzər salsaq görəcəyik ki, aşağı düşdükcə rəng tündləşir, yuxarı düşdükcə rəng açıqlaşır. Sağ tərəfə getdikcə rəng dolğunlaşır, sol tərəfə getdikcə rəng solğunlaşır. Və bir də sağ tərəfə baxanda isə bizim rəng diaqramımızın başqa bir növü var. Spektrdə bu göy rəngi seçib, onun daha dolğun, daha solğun, orta tonlarını və yaxud da ki, daha tünd versiyasını seçə bilərik. Nəysə, gəlin burada belə bir rəngdə dayanaq, göy rəngdə və OK basaq. İndi isə gəlin stroke'un rəngini dəyişək. Görüntünü daha yaxşı sezmək üçün gəlin biz stroke'umuzun qalınlığını biraz artıraq. Burada fikir verin, stroke bölməsindən biz bunu eləyək, misal üçün 9. 9 elədik, artıq qara rəngi açıq-aydın görürük. İndi stroke'un rəngini dəyişək. Double klik eləyək bu hissəyə. Double klik eləyəndən sonra yenə gördüyümüz eyni pəncərə açıldı. Buradan da istəyiriksə bir sarı rəng verərik. OK-yi basırıq və Shift X düyməsi var. Hansı ki, bax bu icon cavab etdi. Klik eləyirik. Fillin və stroke'un rəngini dəyişirik və yaxud da ki, Shift X kombinasiyası ilə fillin və konturun, stroke'un rənglərini dəyişə bilirik. Başqa rəngini dəyişmə metodu isə bax bizdə bu option barda yerləşən swatch pəncərəsidir. Bu eyni ilə bizdə sağ tərəfdə pəncərələr menüsunda swatch pəncərəsidir. İndi gəlin baxaq görək swatch pəncərəsinin buradakı rənglərdən nəyi fərqlidir. Illustratorda swatch pəncərəsində ən çox istifadə olunan template, şablon rəngləri bizə təqdim edirlər. Təbii, əgər biz heç bir rəng istəmiriksə, biz onun içərisində fikir versiniz. Mən bunu bastım, fillin rəngini dəyişmək istirdim, amma stroke'un rəngi sıfıra indi. Çünki məndə burada önə çıxmışdı stroke'un rəngi, eləcə də burada. Əgər fillin rəngini dəyişmək istəyirəmsə, stroke'un yaşıl rəngi məni qane eləyirsə, filli önə çıxardıram, fill rəngi, sonra yenə swatch pəncərəsinə qayıdıram və buradan fillin rəngini sıfıra endirirəm. Fikir verin, fillin rəngi sıfıra indi. Yenə də istədiyim rəngi verə bilərəm, yaşıl, göy, narıncı və s. Və yaxud da ki, mən istədiyim başqa bir rəng, yəni swatch pəncərəsində olmayan başqa bir rəng, tutaq ki, belə bir parlayan göy rəngi baxdım, bəyəndim, seçdim, xoşuma gəldi və istəyirəm ki, həmin rəng swatch pəncərəsinə düşsün. Onda pəncərənin aşağısında New Swatch düyməsinə klik eləyirəm, rəngimin adını yaza bilərəm, Blue rəngimin adını yazıram və OK-yi basıram. OK bastım, fikir verirsinizsə, yeni bir rəng kimi bura əlavə olundu. Rənglər mövzusunda növbəti öyrənəcəyimiz tool eyedropper tool'dur. Eyedropper tool nəyə yarayır? Bir dənə rectangle çəkək, içərisinin rəngini verək qırmızı, stroke'u önə çıxardaq buradan, stroke'a rəng verməyək. Mən istəyirəm ki, bu qırmızı düzbucaqlımın rəngi, rəng parametrləri dairənin parametrlərində olsun. Seçirəm qırmızı düzbucaqlımı. Seçirəm buradan toollardan eyedropper tool'u, klik eləyirəm dairənin üzərində. Birəbir eyni parametrlər tətbiq olundu. Mən düzbucaqlımın stroke'unu dəyişirəm. Stroke'un rəngini dəyişirəm, eləyirəm qara. Rənginin içərisinin rəngi oldu məndə narıncı. Bu dəfə mən istəyirəm ki, qara stroke qalsın, amma içinin rəngi olsun, bax buradakı göy rəng. Narıncını göyə dəyişmək istəyirəm. Yenə də seçmişəm hansı formanı, hansı obyekti dəyişəcəmsə onu eyedropper tool'a gəlirəm, klik edirəm dairənin üzərində. Klik eləyirəm və görürəm ki, stroke'uma da rəngi dəyişdi. Belə bir hal baş verməmək üçün mən Shift-lə klik eləyəcəm. Eyedropper tool'umu seçmişəm. Shift-i gətirib klik eləyirəm. Fikir verin, fillin rəngi dəyişdi, stroke'un rəngi dəyişmədi. Mən bu narıncı rənglə xoşbəxtəm. Yalnız stroke'un rəngini dəyişmək istəyirəm. Elə olan halda toolbarın aşağısında və yaxud da ki, swatch panelində önə çıxardıram stroke'un rəngini. Stroke'un rəngini önə çıxardandan sonra eyedropper tool'da klik eləyirəm stroke'un üzərində
və fikir verirsiniz, artıq strokumun rəngi oldu yaşıl. Vacib deyil ki, sırf strokumun üzərində klik eləyəsiniz. Əgər mənə buradakı mavi rəng lazımdır ki, dairənin içinin mavi rəngi mənim düzbucaqlımın strok rəngi olsun, yenə də strokum öndə eyedropper tooldayam. Shift-i klik edirəm bu rəngin üzərində və fikir verirsiniz, strokumun rəngi dəyişdi. Təkrar üçün yadda saxlayın, eyedropperi shift-siz klik eləyəndə obyektin birəbir bütün parametrlərini götürür. Əgər shift-lə klik eləyirəmsə, öndə fill color olsa, fillin rəngi dəyişir, öndə stroke color olsa, strokun rəngi dəyişir. İndi gəlin öyrəndiklərimizi tətbiq edək. İnternetdən şərti bir avokado illüstrasiyası götürmüşük, sırf rənglərinə görə. İndiyənə qədər öyrəndiyimiz əlimizdə olan texnikalardan gəlin sadə bir avokado forması yaradaq. Polygon tool, klik eləyək, üçbucaq, okey. Fikir verin, ağ rəngdə verib, stroku yoxdur. Biz gələk, elə eyedropper toolla buradan bu rəngi götürək, afərin bizə. Shift-i basaq böyüdək nisbətən və bizə lazımdır ki, biraz yuxarısını round eləyək, biraz da aşağısını ovallaşdıraq. Direct Selection toolla seçirik aşağı küncləri və onları belə ideal yumrulaşdırırıq. Sonra yuxarı küncü seçib, onu da nisbətən ovallaşdırırıq. Shift-i basıb böyüdürük. Əla, avokadoya bənzər lakonik, ikonik bir formamız yarandı. İndi biz istəyirik ki, avokadomuzun içinin rəngi var. Kənarını rəngini götürün, bax bu tünd yaşıldan. Strokumuzu artıraq. Stroku artıraq burada. Belə bir strok verək. İndi stroku önə çıxardaraq. Eyedropper toolu seçirik. Shift-i basılı şəkildə biz bu kənardakı tünd rəngi götürürük. İndi gəlin içərisini çəkək, bu tumunu çəkək. Gəlirik, ellips toolu götürürük. Shift-i basırıq, çəkirik. Probellə biz bunu mərkəzi 30 dururuq. Smart Guides bizə kömək eləyir nisbətən. İndi heç nəyə klik eləmədən, fikir verin, heç bir nə fillin, nə strokun yerini dəyişmirəm. Eyedropper toolu seçirəm və klik edirəm. Əgər fərqi yoxdur, öndə filldir və yaxud da strokdur. Shift-siz eyedropper toolla klik eləsək, dərhal fillin rəngi dəyişəcək. İndi isə gəlin üzərindəki bu parıltını göstərək. Dairəmizi çəkirik. I hərfini basıram, eyedropper tool, üzərindəki bu parıltının rəngini götürürəm, gətirirəm bunun üzərinə, biraz zoom in, kənarına gətirib rotate eləyirəm, biraz kiçildirəm, gətirirəm, qoyuram bura, biraz da yumrulaşdıra bilərəm bunu və salam. Gözlərini çəkmək, ağzını çəkmək və s. bunları artıq özünüz üçün məşq eləyə bilərsiniz. Fill, stroke color, eyedropper toolla bağlı hələ ki öyrənməli olduqlarımız bu qədər. Siz də belə eksperimentlər eləyin, nəticəni bizlə paylaşmağı unutmayın. Biz də gələn dərslərdə görüşək.